İlham Əliyev, nə vaxta qədər sən ancaq yanındakiləri dizdirəcəksən, nazirləri, nazir müavinlərini, onun bunun maaşını artıracaqsan. Yatan şeyləri demirəm elə, millət vəkillərini demirəm. Rəvizyon bir dənə nə deyir, bir neçə dənə villası var xarici ölkələrdə, nə bilim Avropada, Amerikada. Bir damcı maaş qalxan kimi benzin oradan qalxır, produkt buradan qalxır. Şanları da ki bir bastırsan çəlki, yuvun ağzınızı, kəsin səsinizi. Sizin haqqınız yoxdur danışmağa. Erməlisən de bilək ki, başımızın üstündə oturan erməlidir. Vallahi erməli bundan yaxşıdır. Bilir ki, düşməndir. Səni bilmək olmur, düşmənsən, dostsan, nəsən. Dəmir yumruq deyə gəzirsən ortalıqlarda. Bir kəlmə söz desin, sənə olur vətən xaini. Niyə ancaq səni elə öpüb başımızın üstünə qoymalıyıq? Niyə? Neynəmsən? Sən bircə deyilsən, sən qatilsən, killersən sən. Bir qazivin qiymətin, dəyərini bilmədin. Şəhidin, şəhid ailəsini, veteranlığın, heç birinin döyüşdü, canını qoydu, qıçı getdi, psixologiyası pozuldu, ailəsi dağıldı. Sənin neyvə lazım, sən öz tutduğu tutdun. Sən öz istədiyi əldə elədin.